არ ვიცი რა. ეხლა დავდივართ ერთი ძამით ჩემი გოგოები მოიცა. აი ჩემები Baxmayaraq ki, Gürcüstan tolerant ölkədir. İllərdir Gürcüstanda tolerantlıqla bağlı çox görüşlər keçirilib. Hətta bunun bir çox nümunələri var ki, Gürcüstan necə tolerant ölkədir. Ancaq çox təəssüf olsun ki, bu ölkədə müəyyən bir radikal qruplar var. Mən deməzdim tək radikal qruplar. Sıravi insanlar da var. Bunların içərisində universitetdə təhsil verən deyək ki, lektorlar var, ictimai siyasi həyatda olan insanlar var. Onlar da təbii ki, müsəlmanlarla bağlı bəzən çox neqativ düşünürlər və həmişə konteksti gətirirlər. Necə ki, 90-cı illərdə var idi, Gürcüstan gürcülər üçündür, Gürcüstan xristian ölkəsidir. Əslində, Gürcüstan hökuməti kilsəyə müraciət etdi ki, bəli, gəlin Gürcüstanı bir dini ölkəyə çevirək. O zaman onlar qarşı çıxdı ki, yox, biz istəmirik ki, Gürcüstanda xristian dini bir dövlət dini olsun və müvafiq olaraq bugün Gürcüstanda yəni Gürcüstan dini bir ölkə deyil. Bildiyiniz kimi keçən həftə cümə günü burada bəzi Rus yönümlü proksi qruplar var. Onlar elə bil müsəlmanların burada namaz qılmağına etiraz etmişdilər. Çox bir şad haldır ki, məsələn, Gürcü cəmiyyətinin içində də bəzi insanlar var idi, hansı ki, müsəlmanlara dəstək oldular. Biz də bugün bura gəldik, namaz qılmağa, həmrəy olmağa, dəstək olmağa. Elə bir insanlar, hansı ki, Gürcüstanın elə bir müstəqilliyinin əleyhinə olan insanlardır, Rus yönümlü proksi qruplar. Onlara biz, belə deyək də, keçid vermədik burada. Biz gəldik, sakit namazımızı qılıb, hamımız evimizə gedirik, Allah üçün ibadət edirik. Hər cümələrdə və cümələrdən sonra, xüsusən Tiflisdə, Tiflis Cümə məscidində, Tiflis Cümə məscidi bütün başqa ölkələrdən gələn müsəlmanları, şiə, sünni hamısını birləşdirən bir unikal məkandır. Və bir neçə radikal qrup var. Hətta bu günlərdə biri də var, tanınmış Xatiyə Canaşıya. Bu ümumiyyətlə həmin Xatiyə Canaşıya daima biz bunu hökumətin müəyyən bir proqramlarında, proseslərdə görürük. Mən deyim ki, bu hər hansı bir necə deyim, zərərli bir şəxsdir və ya deyək ki, sırf həmin radikal qrupun sadəcə sıravi üzvüdür və bu prosesdə heç də maraqlı deyillər başqaları. Və biz bunu görürük ki, gəlirlər məscidə, burada deyirlər ki, ümumiyyətlə yolu bağlamamalısınız, gedin öz ölkənizə, gedin öz ölkənizdə ibadət eləyin. Bura Gürcüstandır, Gürcüstan xristian ölkəsidir və burada siz ibadət eləyə bilməzsiniz, xüsusən yolu kəsə bilməzsiniz. Ümumiyyətlə sadəcə Şərqi Gürcüstanda deyil, Qərbi Gürcüstanda uzun müddətdir ki, xristianlar, müsəlmanlar, Qərbi Gürcüstanda yaşayan acarlar, Gürcü müsəlmanlar yeni məscid tələb edirlər. Çünki orada da küçələrdə namaz qılırlar, yağışda, yağışın altında, qışda, qarda namaz qılırlar. Fiziki olaraq yerləşmirlər. Qədimdən tikilir bu məscid və burada da o cürdür. Axı Tiflis biz əgər tolerant ölkə isə, Tiflisə gələn turistlərin sayı çoxdur və müsəlman ölkələrindən gələnlər də var. Bizim yaxın qonşumuz Türkiyə, orada nə qədər müsəlman yaşayır. Burada işlə bağlı, bizneslə bağlı gələnlər var və onlar məsəl üçün cümə günü toplaşırlar Tiflis Cümə məscidinə və yəni ona görə daha çox ümumiyyətlə insanların demək olar ki, sayı çox olur və gəlib burada insanları təhqir edirlər, videolarını çəkirlər namaz qıldıqları yerdə ki, deməzsənmi, məhz gəlib bu insanlar burada maneçilik olurlar bizə, maneçilik törədirlər, bizə yolu keçməyə icazə vermirlər. Bugün mən özüm də şəxsən gəldim, burada gördüm və yol bəli kəsilir, ancaq insanların gediş-gəlişinə hər hansı bir maneçilik yoxdur. Hətta bura deyərdim ki, axırıncı bir nöqtədir. Hər hansı bir aktiv bir zona deyil, aktiv bir küçə deyil, böyük bir necə deyim, gəliş-gediş olan çox küçə deyil. Küçə sadəcə 20-30 metrədə həmin küçə bitir. Yoxdur buradan o yana küçə, bağlıdır. Botanika bağı başlayır, bağlıdır, yoxdur. Bura demək olar ki, yəni heç bir narahatçılıq yəni yaratmır bu şey. Əgər biz tolerant ölkə isə, əgər biz bütün insanlara hörmət ediriksə, dinlərə hörmət ediriksə də və təbii ki,
həftədə bir dəfə sadəcə 20 dəqiqəlik bir ibadət üçün problem yaranmamalıdır. Xüsusən də ki, əgər sən dindar şəxsənsə, fərqi yoxdur hansı dinin nümayəndəsinə, xristian dinin nümayəndəsinə, müsəlmansan və s. Əgər Allah birdir deyirik və dünyada olan insanlar hamısı bacı qardaşdılarsa da və bir başqa insanın ibadət etməsi səni niyə narahat eləməlidir? Axı deyirlər ki, bizi ibadət xilas edəcək, Allah bizi qoruyur və s. Bu insanlar da ibadət edir. Bu insanlar Gürcüstan üçün də ibadət edirlər. Yəni burada hər hansı bir elə fövqəladə bir hadisə yoxdur ki, başa düşürük ki, bu ümumiyyətlə ərəb investisiyasından sonra başladı bu nifrət. Ümumiyyətlə əvvəllər də var idi. Biz pandemiya zamanında görürük. Dəfələrlə var. Bununla bağlı Gürcüstanın Xalq Müdafiəçisi Ofisi dəfələrlə qeyd edib öz hesabatlarında. Xarici təşkilatlar dəfələrlə qeyd ediblər ümumiyyətlə diskriminasiya ilə bağlı. Ancaq Gürcüstanda diskriminasiyanın bütün halların aradan qaldırılması ilə bağlı qanunun olmasına baxmayaraq bu qanunsuz hərəkəti törədən insanlar heç bir zaman qanunla cəzalandırılmır.